Abşeron rayonunun Mehdiyabad qəsəbəsində bələdiyyə torpaqlarında aparıldığı bildirilən kütləvi tikintilər artıq sadəcə tikinti məsələsi deyil, nəzarət və şəffaflıq məsələsinə çevrilib. Ərazidə makler fəaliyyəti ilə məşğul olduğu deyilən şəxslərin tikinti qaydalarının necə və hansı əsasla tətbiq etdiyi isə ciddi suallar doğurur. Əraziyə peyk görüntüləri ilə baxdıqda ilk baxışdan kənd təsərrüfatı təyinatlı sahə təsəvvürü yaranır. Belə bir ərazidə kütləvi tikinti aparılırsa, təbii sual yaranır. Torpağın hüquqi statusu nədir, təyinatı dəyişdirilibmi və bu tikintilərə kim icazə verib? Məsələni yerində araşdırmaq üçün Mehdiyabad bələdiyyəsinə də yaxınlaşdıq. İş saati olmasına baxmayaraq, bələdiyyə sədri yerində yox idi. Müavinlə görüşərək faktları təqdim etdik və münasibət istədik. Lakin o, rəhbərliklə əlaqə saxlamadan məsələ ilə bağlı açıqlama verə bilməyəcəyini bildirdi. Telefonla əlaqə yaratmaq cəhdləri isə nəticəsiz qaldı. Bununla yanaşı, Abşeron rayon icra hakimiyyətinin mətbuat katibinə məsələ ilə bağlı faktlar və görüntülər təqdim edildi. Şəhərsalma məsələləri üzrə məsul şəxs kimi tanınan Kənan Babayevə isə faktlarla birlikdə konkret sualların yer aldığı sorğu göndərildi. Yəni ortada yalnız ümumi iddia yox, araşdırılması üçün təqdim edilmiş faktlar var. Buna baxmayaraq, bugünə qədər konkret cavab ala bilməmişik. Digər tikinti sahəsində isə vəziyyət daha maraqlı mənzərə yaradıb. Tikintinin Anar adlı şəxsə aid olduğu bildirilsə də, əraziyə gələn Pərviz adlı şəxs tikintinin ona məxsus olduğunu və qanuni aparıldığını söylədi. Fəhlələr isə tamam fərqli məlumat verərək tikintinin Anara aid olduğunu və pullarını ondan aldıqlarını bildirdilər. Pərviz adlı şəxs tikintiyə dair sənədlərinin olduğunu desə də, həmin sənədləri təqdim etmədi. Sənədlərin mövcudluğunu iddia etmək başqa, onları ortaya qoymaq isə tamam başqa məsələdir. Üstəlik, əraziyə yaxınlaşan şəxslərdən birinin dediyi fikir xüsusi diqqət çəkir. İcra və digər qurumlar görmədən 2 aydır gedən tikintini kim sərbəst buraxa bilər? Məhz bu sualın cavabını bugün aidiyyəti qurumlardan gözləyirik. Hüquqşünas və tikinti üzrə ekspert baxımından məsələyə yanaşdıqda, tikintinin qanuniliyini təsdiqləyən əsas sənədlər ortada olmalıdır. Torpağın hüquqi statusu, tikinti hüququnu təsdiqləyən sənədlər, layihə və digər zəruri icazələr varsa, bunların təqdim edilməsi ilə sualların böyük hissəsinə aydınlıq gətirmək mümkündür. Amma ortaya çıxan mənzərə tam əksidir. Tikinti gedir, sənədlərin var deyilir, lakin sənədləri görmək mümkün deyil. Aidiyyəti qurumlara faktlarla müraciət edilir, amma cavab verilmir. O zaman sual daha da sərtləşir. Hanı həmin sənədlər? Əgər tikinti qanunidirsə, niyə sənədlər ictimaiyyətə və media sorğusuna cavab olaraq ortaya qoyulmur? Əgər 2 aydır tikinti gedirsə, bu müddətdə hansı dövlət qurumu əraziyə baxış keçirib? Tikintiyə nəzarət edilibsə, nəticəsi nə olub? Edilməyibsə, bələdiyyə torpaqlarında aparılan tikintiyə nəzarət mexanizmi hardadır? Biz heç kimin tikintisinin qanunsuz olduğunu məhkəmə qərarı olmadan iddia etmirik. Bizim tələbimiz sadədir. Sənədləri göstərin və suallara cavab verin. Çünki media qarşı tərəfin mövqeyini öyrənmədən yazı hazırlamaqda ittiham edilirsə, burada da bir sual yaranır. Qarşı tərəfin mövqeyini öyrənmək üçün daha nə etmək lazımdır? Rəsmi sorğu göndərilib, faktlar təqdim edilib, məsul şəxslərlə əlaqə yaradılıb. Cavab verilmədiyi halda susmaqmı lazımdır? Fövqəladə hal